İndisə daha ətraflı. Keçmiş məcburi köçkünlər sevinc, qürur və fəxr hissi ilə öz doğma yurtlarına, el obalarına qayıdırlar. Ağdamın Sarıcalı və Xocalının Ballıca kəndlərinin növbəti sakinləri də geri dönüb yeni evlərinin qapısını açıblar. Bundan sonra onlar burada əbədi yaşayacaqlar. Bugün Ağdamın Sarıcalı kəndinə 39 ailə yola salındı. Daha 169 nəfərin yurt həsrəti sona çatdı. Hər yeri görmək istəyərəm. Bir həftədir mən yuxu yatmıram. Oranın həsrəti ilə yaşayıram. Gedim görüm, biraz rahat olun. Yoldaşımla, ballarım rayondadır, gələcək Allah qoysa. Ən çox Qarabağ zonasının hər tərəfini görmək istəyirəm. Şuşanı, Laçını, Kəlbəcəri, Ağdam, Sarıcalı kəndi, öz yerim, öz torpağım. 39 yaşım var orada çıxanda. İndi 72 yaşım var. Xocalının Ballıca kəndinə isə 15 ailə 68 nəfər köçürüldü. Çətin idi. Hər dəqiqə, hər saniyə fikirləşirdik. Nə vaxtsa belə bir gün gələcək. O gün, bu gün. Mən oradan çıxanda mənim 20 yaşım var idi. Artıq indi 53 yaşım var. 4 dənə nəvəm var. Gözəl istərdim. Çox çətin, şəraitsiz. İndi şükür bugünkü günə. 34 ildən sonra vətənə qayıdıram. Çox gözəl hissdir. Xəyallarımızda şükür, yaşatdığımızı da görürük. Allah can sağlığı versin qazilərimizə, dövlətimizi qorusun. Allah bizə bir də belə pis gün göstərməsin. Həm Sarıcalı, həm də Ballıca kəndlərinə çatan sakinlərə mənzillərinin açarları təqdim olundu. Beləliklə Sarıcalıya 149, Ballıcaya isə 172 ailənin daimi məskunlaşması təmin edilib. Elnur Tofiq, Rəşidə Zülfüqarova, Elmin İsfəndiyarov, ASTV xəbər.